qardaşımız özünə efir bir dənə maşın alıbdı. Azərbaycanda belə bir maşın, yəni inanmıram da ikinci bir dənə belə bir maşın olsa. Maşın gözünüzün qabağında. Hamıza salam dostlar, mən Elcan. Çoxdandır ki kanalımda video yox idi. Onun da səbəbi qardaşımız əsgərlikdəydi, 1 il yarım xidmətdəydi. Xidmətim qurtardım, gəldim. İndi qaldığımız yerdən davam eləməyə artıq bir maneə zatı yoxdur da, özü davam eləyə bilərik. Bugünkü videonun konseptində yəqin ki başlıqdan gördüyümüz kimi qardaşımız özünə efir bir dənə maşın alıbdı. Yəni bu maşını elə bir pik səviyyəyə gətirəcəm ki, Azərbaycanda belə bir maşın, yəni inanmıram da ikinci bir dənə belə bir maşın olsa. Çox danışmaq istəmirəm, indən keçər videomuza. Maşın gözünüzün qabağında. Dostlar, maşın gördüyünüz kimi bu vəziyyətdədir. Nəyə görə desəz ki, indi 4 göz almışsan, niyə misal üçün ki, bu axırıncı model maşınlardan almalısan? Çünki maşını öz şotuma almışam deyə, yəni gücüm buna satdı da. Gəlin misal üçün BMW və yaxud başqa bir maşınlar da ala bilərdim, söhbəti yox. Prosto insan öz əziyyətindən bir şey alanda o daha şirin olur da. Belə bir misal var, indi özü daha yaxşı bilərsin. Yəni maşını belə incələməkdən zaten çox belə başım çıxmıyor. Ona görə maşının xüsusiyyətləri haqqında zaten çox belə məlumat verə bilməyəcəm də sizə. Zaten onsuz çox adam tanıyır, neçə ildə maşınıdır, göz qabağındadır da, yəni duruşudur, ondan sonra dözümlüydür, danışmaya ehtiyac yoxdur. Yəni inşallah indi sürüşlərdə bir iki dənəsi video orada sizə göstərərəm, maraqlı olsun deyə. Yəni bu qədər də qardaşım, yəni deyəcək, yəni çox da sözüm yoxdur. Yəni dediyim ki, maşın incələməkdən zaten çox belə başım çıxmır, sadəcə ilk maşınımdır deyə istədim ki, sizlərlə bölüşüm. Yəni bu qədər. Deməli dostlar, maşının salonunda da bəzi dəyişikliklər eləmişəm. Elə də sizdən böyük dəyişikliklər yox, prosta bu maşın alanda 4 göz belə ağlarda dayda stilli kimi qalıb da. Mən istədim ki, bunu biraz cavan stilindən yığım da, bildinizsə. Misal üçün əlavələrdən nələr eləmişəm? Ambiyans işığı olsun, ondan sonra bunun monitoru olsun və yaxud da ki bunun üzləməsi çexolu olsun, dəri çexolu 250 manat pul vermişəm onu. Nəmə, ondan sonra bunun arxa kamerası və yaxud da belənsə şeylər əlavə eləmişəm də, belə deyim. Ondan sonra dostlar, bu maşını alanda üstümə çox oturdu. Niyə oturdu? Mən elə bildim ki, bunun motorudur, ondan sonra xadovoy zaddır, belə salamatdır da. Biz salamat almışdıq, güya salamat idi. Qardaşım, pisdə belə ki, bunu aldım, 100-ə neçədə içsə yaxşıdır. 100-ə 17 içirdə, elə bilən 5-5 qalik sürəm də. Nə, mən bir həftə yarıma dabafqa yağlar almışdım, yağzat töküb edim. Yəni, karoç mənim 5 soddaydım. 2 gündən bir pixel dizel deyil, dizel olmağına rəğmən 30 manat tökürdüm də. Mən sözüm canımda deyil, getdim motoru zbor dəyişdim, turbosunu dəyişdim, xadovoyunu yığdırdım. Ondan sonra canım sənə desin, yəni beləsə əlavələr eləmişəm, sonra biraz xeyli pul qoymuşam. Hələ bu heç nədir, inşallah ki ilk maşınımdır deyə bilirəm ki, yəni maşını satanda ucuzam. Necə ucuzam? Yəni üstünə qoyduğum pulu çıxarda bilməyəcəm də. Prosta şey, mənim məqsədim nədir, onu deyim. İlk maşındır deyə həvəsliyəm, həvəsli olduğuma görə də istəyirəm ki maşını ideal vəziyyətinə gətirim də. Yəni düzcə əlində elə bir imkanım yoxdur. Prosta bala yəni eləyəcəm də, o istədiyimə nail olacam. Ondan sonra bunun əsas şeyləri qalıb nələr? Məsəl üçün rulu dəyişəcəm, pirboru dəyişəcəm. Faralar pis vəziyyətdədir, faralarını şey eləyəcəm. Zbor kraskaya verəcəm inşallah. Qara rəngində sveçdə. Bilmirəm, bəlkə fikrim dəyişər ona kimi, yalancı olaram. Amma belə yəni ağlımda olan qaradır. Qara çox uzun görsən, brat ona görə. Bunun da əlavə, yəni dediyim kimi maşında elədiyim əlavələrdir. Yəni maşının çölüdür, içidir, bu vəziyyətdədir. Yəni inşallah ki siz özünüz də bəyənmisiniz. Çünki mənim ilk maşınımdır deyə, yəni ürəyimcədir də, belə deyim. Deyir, söhbət var, kasbın olandan, yəni buna da şükür. Deyir, heç olmayanlar var, yəni deyir, pis oldu ki yoxdur da ümumiyyətcə. Yəni imkanım buna çatdı, bunu aldım. Söhbət orasıdır ki, yəni heç kimin köməkliyi olmadan da öz şotumu almışam. Yəni əsas söhbət oldu. Videomuz bu qədər idi. İnşallah ki videomu bəyənmisiniz. Bəyəndinizsə, zəhmət olmasa ilk videodur, aşağıdan dəstəkləmək istədi. Videoya like atıp kanalımıza aşağıdan abunə olmağı unutmayın.